Deyir ki, bir adam artıq işi işdən keçib, əl qolundan tutub qiyamət günündə cəhənnəmə aparırlar. Mötəbər hədisdir bu. Deyir, bəndə dayanır, getdikcə arxaya baxır. Bu ki, günahkardır, günahı savabından çoxdur, bunu cəhənnəmə aparırlar, dayanır, arxaya baxır. Allahdan nida gəlir, mənim mələklərim, buraxın onu görüm, nəsə sözü var deyəsən. Siz Allah bunu təkrar eşitmişsinizsə bugün də qulaq asın. Görün necə gözəl Allahımız var və biz necə ona səhv münasibətdəyik. Bu duanın şərhinə aiddir. Ya mən ərcuh li kulli xeyr. Ey Allah ki, hər xeyr ondan gözlənilir, o gözləntiləri doğruldur. Qiyamət günündə deyərlər, saxlayın bunu. Bu cəhənnəmə getmək istəmir, nəsə sözü var. Deyir, xəcalət içində baxar, der ilahi, heç gözləntim bu deyildi, mən o da atasan. Mən cəhənnəmə aparasan. Heç gözləntim.